belə deyə elə jurnalistlər var ki, Qarabağa yaxınlığı ilə seçilir, elə jurnalistlər var Neftçiyə yaxınlığı ilə seçilir və ya digər klublar. Bunlar təbii ki, bu təkcə bizim ölkəyə şamil deyil. Məsələn, Türkiyədən danışıram. Türkiyədən misal üçün deyirəm, elə mənim fanatik olduğum Qalatasaraydan götürürəm. Qalatasarayın bəlkə əlinin altında 20-25 dənə mətbuat redaksiya var. Misal üçün maliyyələşdirdiyi. Bu gün Musiala gəlir, tap hamısı işıqlandırdılar 25 dənə və media ilə təsir edirlər. Almaniyada təsir edirlər, Almaniyadakı iş adamlarına da təsir edirlər, futbol, reklam, PR, bəli. Yəni bu təkcə bizə asıl deyil. Yəni jurnalistlərin tərəf seçməyi buna tərəfdarı deyil amma. Tərəfdarı deyiləm. Yenə deyirəm ki, elə bir belə deyə də vəziyyət formalaşmasın ki, mən bunun tərəfdarıyam. Amma bu təcrübə təkcə bizdən irəli gəlmir. Bu dünyanın istənilən yerində var ki, jurnalistlər müəyyən mənada tərəflərini seçirlər. Bu əsasən də biz insan necə deyim də, hardan təcrübə götürür də, yaxın perspektivdən, yaxın ölkələrdən. Məsələn biz Türkiyə mətbuatını, Türkiyə futbolunu yaxından izləyirik deyə onların təcrübəsindən daha çox istifadə edirik. Eyni zamanda Rusiya, Gürcüstanda paralelində. Yəni Türkiyədə bu şey daha geniş yayılıb. Türkiyədə xaosdur. Orada futboldan daha çox media danışılır. Mətbuat yəni ön plana çıxır.